Dünün bir video çekmiştim. Bakanlar yağın ki görüp. Her yer kar idi. Bu küçük çile denilen şey artık öz əhəmiyyətini itirir. Demək olar ki, qar yoxdur. Buralar dünənləri qar idi. O tərəflər bax indi. Bura alablaq qar görünən yerlər bütün qar idi. Qar əridi. Hətta yaylaqda bir de qoy biraz baxım yaxınlaşdırım. Orada da elə bir ki ərməyə başlayıb belə bir ki. Onun üçün qara yerlər görünür. O deməkdir ki qar oradan ərimeye başlayır. Yəni sözümün canı ondadır ki bu küçük çile deyilən şey əhəmiyyətini itirir get-gedə. Amma belə baxanda qış pis keçmir. Yəni ötən illər elə vaxtlar olurdu ki, bir neçə il bundan qabaq heç qışda bir dəfə, iki dəfə yalandan qar yağırdı elə belə. Amma bu il Allah şükür qar yağıb, yəni qədərincə qar yağıb. Güman ki bundan sonra yenə yağacaq. Amma kiçik çillə dəqiq öz əhəmiyyətini itirib. Niyə ki, Gəncin heç nə əvvəlki şaxtalar var, nə əvvəlki qarlar var. O qarlar tez əridi. Deyirəm də əvvəllər Mart ayına kimi de o dediğimiz yaylaqda isə may ayına kimi elə qar qalırdı. Amma indi yox. İndi yoxdur artıq o qarlar. Amma inşallah, yəni deyim kimi biraz pis olmadı. Bu ilin yağıntıları olacaq. O yağıntı bərəkətdir. Buralardaki kendimizin ayrı bir yerde o gençlerimiz bilir. Şikarkere giden yoldu bu yol. O yol geçenler sel dağıttı oranı. Ora Kuru Çay deyirik. Oraya giden yoldu. Ve yani oradan Römeş'e gelir. Bir təyyarə da göydən uçur. Bir maraqlı şey de var ki, bu son vaxtlar Rusiya sanksiyalar tərtib edilməklə əlaqədardır, yoxsa nə əlaqədar bilmirəm. Mən çəkə bildim, yoxsa çəkə bilmədim o uçan təyyarəni. Yəni şərqdən qərbə uçan təyyarələrin əksəriyyəti qərbdən şərqə uçan elə ki bu marşrutla gedir bizim kəndimiz üçün. Yəni əvvəllər bu qədər təyyarə getməzdi. Yəni kəndimizin üstündən çox təsadüfi hallarda gördün ki bir dənə. İndi bilməm ona əlaqədardır ya başqa şeylə. Yəni belə baxanda şərqdən qərbə tərəf gedir və yaxud da ki əks istiqamətə. O da çox maraqlıdır. Bilməm ona ilə əlaqədardır. Yəqin ki hər halda səbəbi var. Belə səhər sizin üçün bir video. Mən gəzintiyə çıxanda istəyirəm ki mən zövq aldığım kimi dostlar da zövq alsınlar. Çox maraqlı bir şey göstərəcəm sizə bu da. Bu itburnu hər yerdə artıq şaxta körləyib. Bu ağacın üstündə itburnu qalıb. İtburnu qalıb, düzdür, biraz büzüşüb. Amma yəni qalıb hələ bir də yumuşaqdır. Zayıf yumuşaqdır. Bu dərmək olar. Mənim indi itburnu hazırlığım var. Ona görə dərmirəm. Amma bu dağı bunu dərib dəmləmə olar. Özü çox qəşəng bu dağı bunun əsl soku üstündədir. Əksər yerlərdə mən birinci dəfədir bu cür yəni qurumamış, şaxta qurutmamış itburnu görürəm. Hər yerdə itburnu yemişanı da şaxta qurutub, yəni ki yararsız hala salıb da. Bunlar isə çox maraqlıdır ki, yararlı vəziyyətdədir. Yararlı vəziyyətdədir. Yəni bunu tənbəllik edən olmasa dərib bundan qəşəng çay dəmləyə bilər. Belə bir maraqlı məlumat da verim sizə. Bizim kəndçilərimiz yaxşı nəsil bilir. Bu evin olduğu yerdə ya biraz ola bilsin, biraz yuxarı aşağı SSR dövründə suşulka deyirdilər. Suşulka meyvə qurutma məntəqəsi deyək də bir binaydı tikiliydi. O vaxt içində meyvə qurudurdular və ixrac olunurdu Rusiya, əsasən Rusiyada, yəni o vaxt SSR dövrü idi. Biz uşaq olanda onun hələ yəni binası qalmışdı. İçərisində cürbəcür qurutma avadanlar var idi. Çox maraqlı idi. Yəni təsəvvür edin ki, yəni bu deməkdir ki, o qədər meyvə olub ki,
həm təzə vəziyyətdə, həm də qurudulmuş vəziyyətdə o qurudulub başqa Rusiyaya göndərilib. Bunu yaşlı nəsil nümayəndələri bilər. Mənim yaşımda olanlar, məndən də yaşlı olanlar yaxşı bilirlər. Şulka deyirdilər, yəni qurutma yeri. Bunu da elə bir məlumat üçün dedim ki, maraqlı olsun. Bu harasa bu binanın yeri buralar, bu ərazidə idi o, bu ərazilərdə idi. Sonra daha indi dağılıb getdi. Bura meşə yoldu. Bura meşə yoldu. Keçən ilin aprel ayında o yağan leysan yağışları buranı tam dağıtdı. Bu hasarın küncündə bir metre dərinliyində bir xəndək səngər kimi şəmələ gəlmişdi. Yol tamamilə dağılmışdı. Sonra meşə idarəsi şübhəsiz maraqlarına görə bu yolu düzəltdi. İndi zən yoxdur yenə. Düzəltdilər. Heç olmasa bizim kəndçilər də ondan istifadə edirlər. Əsasən əkin-biçin vaxtı otu, sonra taxıl getirmə bu yoldan istifadə edirlər. İndi düzəlib bu yol. Bu tərəfi meşə tərəfə gedir. Biraz yaxınlaşdırın, yəni görəsiniz meşə tərəfə gedir. Və bu tərəfi isə kəndimizə tərəf gedir. Bu yol çıxır əsas yola. Yəni bunu mən izahı əsasən dostlar üçün verirəm. Bizim kənddən olmayan, bizim kəndçilər bunları qəşəng bilirlər. Belə, buradakı evlər də dostumun evi idi. Mənim dediyimə baxmayaraq satdı onu. Sağlığına qismət kimi alıbsa, bizim kəndçilərdən biri alıb. Can sağlığına işlətsin. Eşitdiyimə görə, məndə olan məlumata görə bu ev də satılır. Dəqiq bilmirəm. Yəni, maraqlanan olsa maraqlansınlar. Bilmirəm, dəqiq o məlumat yoxsa yox. Yəni, yaxşı, normal yerdə, hasarı var. Belə baxanda həyətyanı sahəsi var evdə. Mən bilən onun içində. O dostumun evində, o Nizamın evində olmuşam mən. Aşağı tərəfdən burada olmamışam. Hər halda çöl tərəfdən yaxşı, normal ev görsənir. Kim belə bir fikir olsa, yəni ala bilər. Burada mənim acığım gələn yerdir, palçıqdır. Palçıq. Mənim də çəkmələrim palçığa bulaşır. Mən də biraz daş yola çıxaq. Sonra yağın ki, yaxşı olacaq. Burada da icarəyə asılan bilməm. Bu bina kiminsə icarəyə verilir. Maraqlıdır. Telefon nömrəsi yazılır. Hər halda qoy bir reklam xarakterli edeyim. Onu da bilsinlər. Bəlkə kiməsə lazım olar. Belə. Baxın, zövq alın. Sağ olun.